Axşam hardasa 9-dan başladılar, düz səhərə qədər. Paytaxtın Nizami rayonu Bəhruz Nuriyev 160 ünvanındakı çoxmərtəbəli binanın sakinləri ərazidə gedən işlərdən narazıdır. Daha doğrusu onların sözlərinə görə hasarlanmış hissədə gecə saatlarında görülən işlər onların rahatlığını pozur. Mən deyirəm ki, traktorun səsini kessin, səhər işləsin də, gecə saat 12-dən sonra işləmək düzgün deyil. Yəni gecə saat 12-dən 7-yəcən səs-küy salmaq olmaz, cəmaatı narahat eləmək olmaz. Burada nə iş gedir, nə deyirlər? Katlavan qazırlar. Katlavan qazırlar, yəqin ki, bina tikəcəklər. Bizim əsas şikayətimiz odur ki, gecə saatlarında iş yansın. Yəni saat 12-dən 7-yə qədər hər yerdə istirahət edir cəmaat. İşdən gələni var, xəstə olanı var. Mənim evimdə xəstə qadın var. Yəni gecə səhərəcən elə bir ki, adamın o katlavan qazmır, elə bir adamın başına quvvaltla vururlar. Siz yaşırsınız bu binalarda, hə? Bəli, bu binada. Problem, şikayət tək sizin deyil də. Yox, əlbəttə ki, tək bizimdə. Prosta cəmaat indi çıxmaq istəmir. Həm soyuqdur, həm özlərini yəqin ki, pis eləmək istəmirlər kimsə. Amma kimə deyirsən, deyir, hə, eşidirik. Amma çıxıb ayrı bir söz deyən yoxdur. Səhər 5-əcən bunlar işləyirlər, səhər 5-dən sonra yoxa çıxırlar. Sözü gedən şikayətlə bağlı ərazidə tikinti işləri aparan Solid Construction şirkəti ilə əlaqə saxladıq. Şirkətdən bildirildi ki, ərazidə tikinti işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların müvafiq icazəverici sənədləri əsasında gündüz saatlarında həyata keçirilir. İri tutumlu maşınların gündüz vaxtı şəhərə çıxmasına icazə olmadığı üçün bəzən lazım olduğu hallarda gecə saatlarında da daşınma işləri olur. Son günlər bayramla əlaqədar olaraq dekabrın 30-undan bütün işlər dayandırılıb. Ərazidə tikinti işləri yanvarın 5-dən etibarən yenidən davam etdiriləcək.